Musavat.com repetitorluqla bağlı fərqli bir fikir bildirən coğrafiya müəllimi, təhsil eksperti Tugay Zazadənin fikirlərinə yer verib. Məqalədə təhsil eksperti Azərbaycanda yeni təmayül tədris modelinin tətbiqi və məktəblərdə təhsilin keyfiyyətinin artırılması ilə bağlı təkliflərini bölüşüb. Ekspert hesab edir ki, məktəbin əsas məqsədi yalnız buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərən şagirdlər yetişdirmək olmamalıdır. Ümumi təhsil müəssisələrinin əsas vəzifəsi müstəqil düşünən, problem həll edən, yaradıcı, məsuliyyətli və əldə etdiyi bilikləri real həyatda tətbiq etməyi bacaran vətəndaşlar yetişdirməkdir. Ekspertin fikrincə, Azərbaycanda repetitorluq artıq geniş yayılıb və müəyyən mənada kölgə təhsil sisteminə çevrilib. Yüksək nəticə göstərən bir çox şagirdin uğurunda məktəbdən daha çox repetitor hazırlığının rol oynadığı müşahidə olunur. Buna görə də repetitorların istifadə etdiyi effektiv hazırlıq mexanizmlərinin yeni təmayül modelində tətbiqi məktəbin nəticələrini əhəmiyyətli dərəcədə yüksəldə bilər. Təklifə əsasən, məktəblərdə yalnız dərslik və nəzəri materiallarla kifayətlənməmək, Dövlət İmtahan Mərkəzinin qəbul və buraxılış imtahanlarının tələblərinə uyğun əlavə testlər və sınaq imtahanları təşkil etmək lazım. KSG və BSG-lərin daha ciddi sınaq imtahanı formatında keçirilməsi də məqsədə uyğun hesab olunur. Əgər buna oxşar məlumatları almaq istəyirsinizsə, kanala abunə olun. Məlumatı uyğun olan insanlara göndərməyinizi xahiş edirik.